Salam əziz müəllimlər, xoş gördük hər birinizi. Bugünkü dərsimiz təlimin forma və modelləridir. Gəlin vaxt itirmədən dərhal başlayaq mövzumuza. Bu mövzunu çox sadə formada izah edəcəm, başa düşülən tərzdə, çünki bəzi məqamlar var ki, müəllimlər qarışdırır. Amma sona qədər dinləsəniz görəcəksiniz ki, nə gözəl dərsi mənimsədiniz. Dərhal başlayaq. Ümumiyyətlə birinci onu qeyd edək ki, tədris iki formada aparılır. Hansı? Bilirik ki, əyani şəkildə, yəni buna deyirik ki, canlı formada, bir dənə onlayn müəyyən elektron platformalar üzərindən dərslər təşkil olunur. Yəni onlayn, distant, məsafədən. Bu belə. Gəlin birinci danışaq sinxron tədris, sonra asinxron, digərləri və bunların müqayisəsini aparacağam. Sinxron tədris nədir? Birinci başlayaq buradan. Sinxron tədrisdə əsas məqam odur ki, müəllimlər, hər kəs eyni belə deyim saatda, eyni vaxtda demək təlim prosesinə cəlb olunur. Eyni saatda, eyni vaxtda. Sinxron tədrisin iki forması var. Canlı da təşkil olunur, bir dənə onlayn. Deməli, canlı dərslər də mümkündür, əyani şəkildə, bir də onlayn. Amma əsas məqam nədir? Eyni vaxtda daxil olmalısan. İstər əyani olsun, istər onlayn. Gəlin bunları daha ətraflı izah edək. Baxın, məktəblərdə keçirilən dərslərimiz, bilirsiniz ki, əyanidir. Səhər smeni var, günorta smeni var. Səhər smeni bilir ki, saat 8-də mən dərsdə olmalıyım. Həm müəllim, həm şagirdlər. Deməli, bu sinxronun əyani formasıdır. Düzdürmü? Eyni vaxtda hər kəs daxil olmalıdır dedik. Sinxronda əsas məqam budur. Onlayn dərslərə gəlin demək, nümunə deyək. Məsələn, bizim dərslərimiz onlayn olur, düzdürmü? Bilirsiniz ki, tutaq ki, belə deyim, axşam saat 9-da dərsimiz var. Bunu əvvəlcədən hər kəs bilir və dərsə də daxil olmalıdır. Hər kəs eyni vaxtda, eyni saatda. Demək və müxtəlif platformalar üzərindən dərslərimiz təşkil olunur. Bu da oldu sinxronun demək onlayn forması. İndi gəlin təkrar edək. Sinxronda əsas mahiyyət nə oldu müəllimlər? Baxın, deyir ki, eyni şagirdlər eyni zamanda prosesə cəlb olunur. Düzdürmü? Deyir asinxrondan fərqli. İndi asinxronu birazdan izah edəcəm. Buna giriş eləmirik. Deməli, eyni vaxtda, eyni saatda dərsə daxil olmaq lazımdır. Əyani şəkildə, bir də onlayn şəkildə təşkil olunur. Demək nə? Sinif otaqlarına baxın, burada da yazır. İndi geniş izah verdim. Hamı bilir ki, mən səhər smeniyəmsə saat 8-də istər müəllim, şagird dərsə cəlb olunacaq. Orada olmalısan. Onlayn dərs. Əvvəlcən dərsin günü saatını bilirsiniz ki, tutaq ki, 3-cü gün axşam saat 9-da onlayn dərslərimiz olur. Yenə də orada nədir? Dərslər belə deyim də, indi onlayn dərslərin əsas mahiyyətini bilirsiniz, necə təşkil olunur. İndi birazdan onun xırdalığına gedəcəm, proqramlar üzərindən və s. Deməli, sinxronun əsas mahiyyətini başa düşdük. Hansı formalarda deməli, təşkil olunur, bunu da bildik, düzdürmü? İndi keçək onlayn dərslərdə, gəlin öyrənək görək hansı platformalar. Burada müəllimlər sinxronda əsas platformalar Teams proqramıdır, Zoom'dur, bir də Google Meet'dir. Məsələn, biz deməli, ən əsas Zoom üzərindən keçirik də dərslərimizə, düzdürmü? Əsas proqramlar deyəndə bunları götürəcək. Teams, sonra Zoom, bir də ki Google Meet. Bunlar əsas proqramlardır. Amma bir də var ikinci, əlavə, köməkçi proqramlar. Bunlar hansılardır? Məsələn, e-maildir, Google Docs'dur, nə bilim, Class'dır, digərləri, e-class və digərləri. Yəni, bunlar nə üçündür, müəllimlər? Əlavə, tutaq ki, müəllim material göndərəcək və yaxud da ki, mövzudan bağlı nələrsə göndərməlidir. Köməkçi, məsələn, WhatsApp-ın özü olsun belə, düzdürmü? Bunlar sinxron tədrisə köməkçi, ikinci proqramlar hesab olunur. Amma birinci proqram nədir? Məsələn, Zoom-a qoşuluruq. Biz bilirsiniz ki, saat 9-da məsələn deyirəm, dərsə daxil olmaq lazımdır. Çünki orada bütün istər görüntü, səs, hər bir şey, bütün funksiyalar var. Sadəcə, yəni, əks əlaqə var, belə deyək, müəllim sual verir, şagird cavablandırır və yaxud da ki, indi biz öz dərsimizdən desək, müəllim sual verdi, digər müəllimlər cavablandırmalıdır və yaxud da ki, sizin sualınız olanda müəllim cavablandırır. Yəni, bu şəkildə. Bu oldu əsas proqramlarımız, əlavə proqramlarımızı da bildik. Sinxron tədris haqqında da, yəni əsas mahiyyətini söylədik. Sonra deməli, baxın, webinar və seminarlar deyir ki, adətən bu görüşlər müzakirə xarakteri daşıyır. Webinar və seminarlarda bir və ya bir neçə mühazirəçi prosesin iştirakçıları ilə ünsiyyətdə olur və bu eyni zaman və eyni məkanda, yenə də eyni şey, eyni zaman, eyni məkanda, məsələn, seminarlar təşkil olunur. Sonra deyir, interaktiv onlayn, məsələn, seanslar şəklində. Burada müxtəlif qrup işləri, onlayn diskursiya, yəni belə deyim də, müzakirələr apara bilərsən, təqdimatlar edə bilərsən, düzdürmü? Yenə də eyni saatda, eyni vaxtda.
Aha, yəni yenə də eyni mahiyyətdir bunlar. Sonra deyir ki, sinxron tədrisin açar məqamları nədir? Eyni zaman kəsiyində, bayaq onsuz da bunları dedik, prosesə cəlb olunmalıdır. Əks əlaqə var. Eyni anda məsələn tutaq ki, müəllim belə deyim, sual verdi, o dəqiqə şagird cavablandırır, sual-cavab prosesi deyir, baş tutur, düzdürmü? Şagirdlər onlara qalan qaranlıq qalan məqamları soruşa bilir və s. İndi gəlin öyrənək görə sinxron tədrisin deyir ki, asinxron tədrisdən üstün cəhətləri nədir? İndi düzdür, biz birazdan asinxron tədris haqqında danışacağıq. İştirakçılar arasında canlı əlaqə yaradılır, bunu bayaq da dedik. Şagird və müəllim arasında məlumat və təcrübələrin ani ötürülməsi təmin edilir. Canlı və sürətli əks əlaqə yaradılır, bəli. Deyir, dərslər hər dəfə əvvəlcədən müəyyən edilmiş vaxtda keçilir. Əvvəlcədən vaxtı müəyyən edirik. Şagirdlər arasında ünsiyyətin qurulması və sosial bacarıqların inkişafını təmin edir. Yadda saxlayın ki, sinxron tədrisdə sosial bacarıqların inkişafı, yəni daha yaxşı baş verir. İndi asinxronda biraz geri plandadır sosial bacarıqların inkişafı. İndi deyəcəm niyə. Hələ onun haqqında məlumat vermirəm, çünki asinxronun özünün birinci mahiyyətini izah edəcəm sonra. Yadda saxladığımı sinxron tədris haqqında bu qədər. İndi asinxronu keçək, sonra müqayisəsini də apararıq. Deməli, indi keçdik hara? Asinxron tədris haqqında öyrənməyə. Asinxron tədris nədir müəllimlər? Asinxron tədrisdə həm əyani şəkildə aparıla bilər, həmçinin də onlayn. Amma daha çox onlayn baş verir və daha uğurlusu da onlayndır. Bəs yaxşı, onlayn biz deyirik ki, sinxronda da var. Bəs asinxronun onlayn ilə sinxronun onlaynın fərqi nədir? Və yaxud da ki, asinxron nədir? İndi sinxronu biz bayaqları bildik. İlk öncə onu deyim ki, asinxron tədrisdə müəllimlər, hamının eyni saatda, eyni vaxtda dərsdə olması tələb olunmur. Aha, deməli baxın, deyir ki, hamısının eyni zamanda, eyni məkanda olması vacib deyil. Bu dərs tipində şagirdlər təqdim edilən materiallara ona uyğun olan vaxtda, rahat bir zamanda nə edəcək? Qoşulub dərsi izləyə biləcək. Qrafiklərini özləri tərtib edirlər və bunda sərbəstdirlər. İndi izahını verəcəm. Lakin bu qrafiklər tapşırıqların təhvil verilməsi zamanı ilə uyğunlaşdırılmalıdır. Müəllimlər, asinxron tədris bilirsiniz nədir? Məsələn, tutaq ki, müəllim dərsi izah eləyir, yerləşdirdim, tutaq ki, belə deyim, elə YouTube-a yerləşdirdik, düzdürmü? Elə müəllimlər var ki, məsələn, tutaq ki, onları sonradan qoşulur, izləyir. Bax, asinxronun onlayn versiyasıdır. Eyni vaxtda hamının dərsdə olması tələb olunmur. Məsələn, elə işləyən müəllimlər var ki, deyir ki, müəllimə, mən tutaq ki, filan saatda dərsdə ola bilmirəm. Mənə əsas materiallar lazımdır ki, orada olsun. Tutaq ki, video izahlar, YouTube izahı nələrdir, sınaqlar, testlər. Mənə uyğun olan bir vaxtda həmin materialları götürüb işləyəcəm, qoşulub izləyəcəm, düzdürmü? Bax, bu olur asinxronun onlayn versiyası. İndi gəlin müqayisə aparaq. Sinxronun onlayn versiyası nə oldu? Deyin görüm. Amma sinxronun onlayn versiyası odur ki, sən saat 8-də əvvəlcədən təyin olunmuş vaxtda sən dərsdə olmalısan. İstər əyanisi olsun, istər onlayını. Əvvəlcən vaxt təyin olunur ki, orada olmalısan. Amma sinxronun onlayını nə oldu? İndi əyanisine də keçəcəm. Bunun əyanisi çox az tətbiq olunur. Ona görə əsas onlayndan danışırıq. Asinxronun onlayını nə oldu müəllimlər? Demək, dediyimiz kimi materiallar var, müəllim yerləşdirib, şagirdə demək, uyğun olan vaxtda qoşulur, izləyir. İndi asinxronun əyanisini də deyəcəm, amma yenə də deyirəm, əyanisi çox az tətbiq olunur, əsas onlaynıdır. Asinxron deyir, tədris şagirdlərdə metakognitiv bacarıqların inkişafına daha çox şərait yaradır. Niyə? Artıq o, belə deyim də, bir növ müəllim o materialı, indi biz müəllim niyə deyirəm? Məsələn, da ki, indi öz dərslərimizə misal çəkirəm və ya ki, sinifdən misal çəkirək, şagird qoşulur o dərsləri özünə lazım olan vaxtda, daha uyğun bir vaxtda izləyir, metakognitiv bacarıqlar, artıq o özü üçün bilir ki, mən özü üçün bir strategiya seçir, düzdür, işləyir. Tutaq ki, öz dərslərimizdən deyək ki, müəllimsiz MİQA sertifikasiya hazırlayır, işləyirsiniz, əlavə işləriniz var və s. Artıq özünün üstündə bir strategiya qurmaq şansınız olur, düzdürmü? Lakin deyir, sinxron tədrisdən fərqli olaraq şagirddə əks əlaqə həmin an verilmir. Bəli, mənfi cəhətlərindən biridir. Şagirdlərin sosial bacarıqların inkişafı öz öhdələrindən buraxılır. Bəli. İndi bu nə deməkdir? Deyir ki, şagirdlərə əks əlaqə həmin an verilir. Məsələn, tutaq ki, siz asinxron tədrisdəsiniz, onlayn versiyada qoşulmusunuz.
qoşulmusunuz, sonradan hər hansı bir izahı izləmisiniz. Nəsə bir məqam sizə qaranlıq qalıb, düzdürmü? Yazırsınız, tutaq ki, müzakirə qrupunuz var ora. İndi həmin o müəllimin nə vaxt boş vaxtı olsa onda qoşulub baxacaq ki, müzakirə qrupunda görüm kim nə sual verib və s. Yəni sizin atdığınızdan həmin suala baxmaya bilər. Bax, asinxronda bu mənfi cəhət var. Amma sinxron nədir? Hamı eyni saatda qoşulur axı. Bilmədiyiniz bir məqamı soruşursunuz, müəllim də o dəqiqə əks əlaqə, müəllim də o dəqiqə cavablandırır. Bildikmi bunların digər fərqin? Sonra sosial bacarıqların inkişafı. Baxın, yenə deyirəm, bayaqları biz sinxronda dedik ki, şagirdlərdə sosial bacarıqlar yaxşı inkişaf. Çünki niyə digər insanlardan da əlaqədədir, sual verir, nə bilim cavabını alır və ya da ki, müəllim ona sual verir. Amma asinxronda nədir? Bəzən olur ki, elə müəllimlər var ki, elə mənim də dərslərimdə olur həqiqətən. Elə müəllimlər var ki, yəni canlı dərsə qoşula bilmir. Sonradan izləyir, amma görürsən ki, il ərzində bir dəfə mənə sual göndərmir. Bir dəfə nəyisə bir soruşmur ki, müəllimə bu necə oldu və s. Hə? Deməli, sosial bacarıqların da inkişafı onların öz öhdələrinə buraxılır. Heç digər müəllimlərdən də əlaqəyə, ünsiyyətə belə keçmir. Müzakirə qrupunda belə. Demək, asinxronda sosial bacarıqlar biraz az inkişaf edir. Belə deyək, sinxrona nisbətən geri planda qalır. Deməli, müəllimlər, başa düşdükmü? Bəs asinxronun digər versiyası, əyani haqqında da deyəcəm. Demək, müəllimlər, bir şey də qeyd edək ki, deyir ki, asinxron dərslərdə spesifik olan məqamlar hansılardır? Əvvəlcən hazırlanmış mühazirələr, video çarxlar. Bunlar olsa mən bayaqlar dedim. Burada biraz bəzi şeylər təkrarlanır, mövzular görsə bu mövzular geniş görsənir, amma əsas mahiyyəti çatdırandan sonra, başa düşəndən sonra rahat olur. Sonra deyir, həmçinin hissə oxumaq, izləmək, məsələn, ta ki, bir neçə dəfə oxuya bilərsən, bir neçə dəfə izləyə bilərsən, bir neçə dəfə dinləyə bilərsən o video izahı, düzdürmü? Diskussiya üçün yaradılmış onlayn forumlar, bu forumlarda iştirakçılar istədikləri zaman sual verə və ya sual-cavab yaza bilərlər. Burada vaxt məhdudiyyəti yoxdur. Elektron post və ya digər mesaj ötürmə vasitələrindən istifadə. İndi bunları da deyəcəm. Elektron vasitəsilə, yəni əsas izah edeyim, olsa buradakıları geniş şəkildə mən izahını verirəm. Özünüz oxuya da bilərsiniz buranı. Müəllimlər, deməli, deyirik ki, asinxronda. Burada deməli əsas proqramlar hansılardır? Burada artıq e-mail adresləri, e-post dediyimiz, yəni e-mail adresləri, Google Docs, e-class, nə bilim, digər versiyalar. Bax, bunlar əsas proqramlar sayılır. Bayaqları biz sinxronda dedik ki, əsas proqramlarımız hansılardır? Yadınızda qaldımı? Dedik Teams'dir, Zoom'dur, Google Meet'dir. Çünki eyni saatda qoşulmalısan, görüntü, mikrofon, hər bir şey olan. Amma asinxronda əsas onların, belə deyim, sinxronun ikinci proqramları, əlavə proqramlar bayaq dedik ya, bu həmin o proqramlar asinxronda əsasdır. Çünki niyə? O e-postda sonra dediyimiz kimi Google Meet, bir də təkrar Google Meet deyirəm, üzr istəyirəm, Google Docs'da digərləri e-class, bunlar əsas proqram. Çünki niyə? Material ötürmə, material göndərmə vacibdir burada. Onsuz da hamı eyni saatda qoşulmur ki. Başa düşdünüzmü fikrimi, müəllimlər? Demək, bu da belə. Daha sonra bəs əyani versiyası necə olur? Asinxronun bunu da deyib. Bu çox az istifadə olur. Baxın, deyir ki, canlı dərslər. Ənənəvi sinif otaqlarında da asinxron tədris mümkündür, amma çox az istifadə. Layihələrin müzakirəsi, icrası zamanı yaranan çətinliklərin həll edilməsi və s. Bu nə deməkdir, müəllimlər? Demək da ki, belə deyim də, müəllim hər hansı bir tapşırıq verib, layihə və s. əvvəlcən də deyir ki, məsələn, ta ki, filan müddətə qədər bunu hazırlayın. Artıq şagirdlər hazırlayır, gətirib müəyyən bir müddətdə, belə deyək də, müəyyən bir saat içində əyani dərs təşkil olunur, şagirdlər gətirir, onu təhvil verir. Yəni, belə deyim, asinxronun yenə deyirik, əyani forması var, amma çox az hallarda tətbiq olunur. Bax, görürsünüz, layihənin müzakirəsi zamanı toplana bilərsən. Hər hansısa bir çətinlik yaranmışdı, artıq bunu əyani formada toplan, həll elə. Asinxron tədris həm onlayn, həm canlı. Biz bunu bayaqlar dedik. Baxın, burada da deyir, onlayn dərs üçün daha rahat məqsəd uyğundur. Cədvəl işin icrası üçün müəyyən edilmiş zaman deyir çevik olduğundan şagirdlərə vaxt idarə etmə, vəzifələrini zamanında icra etmə bacarıqlarının məsuliyyət kimi keyfiyyətin formalaşmasına daha çox imkan yaradır. Demək, belə müəllimlər, yəni geniş şəkildə bunu izah etdik. İndi deyir ki, asinxron tədrisin, sinxron tədrisdən üstün cəhətləri nədir? Aha, deməli, gəlin görək asinxron üstün cəhətləri nədir? Öyrənmə şagirdlərin özünə uyğun və rahat vaxtda baş verir. Biz dedik ki, videonu müəllim yerləşdirir, şagirdin özünə uyğun bir vaxtda şagird qoşulub bu demək, izahlara baxacaq, YouTube-dan və ya da ki, videonu izləyəcək. Araşdırma və təhlil aparmağa daha çox zaman olur. Bu, siz niyə belə deyir? Müəllimlər, sonradan şagird o videonun istəfi hissəsi izləyə biləcək, müəyyən araşdırma, beynində təhlil apara biləcək. Amma daha çox vaxt olur. Amma deməli,
Sinxronda necə olur? Müəllim ta ki bir sual verdi, şagird elə onu gözləmə vaxtı da az olur. Çünki vaxt gedir, zaman gedir, düzdürmü? Və şagird o dəqiqə onu cavablandırmalıdır. Əks əlaqə daha çevik baş verir, amma burada şagird istədiyi müddət təhlil eləyə bilər, araşdıra bilər, üzərində dayana bilər, düşünə bilər, təkrar izləyə bilər. Şagirdlər tapşırıqların yerinə yetirilməsi vaxtını seçməkdə sərbəstdirlər. Bayaq dediyimiz kimi istədiyin vaxt yer tapşırığı yerinə yetir. Şagirdlərdən güclü motivasiya, özünü idarə etmə və vaxtın idarə edilməsi bacarığı tələb edilir. Bilirsiniz niyə deyir? Bu hər kəsdə, məsələn, mən dərslərdə görürəm, neçə ildir bu işlərin içindəyik. Elə müəllim var ki, sonradan deyirəm də, məsələn, ta ki saat 8-də o təyin olunan vaxta qoşula bilmir, deyir mən sonradan izləyirəm, düzdür. Bunu hər kəs bacarmır. Niyə? Buna bir motivasiya lazımdır. Həmin müəllim, həmin şagird mi deyim, öz-özünə motivasiya eləməlidir ki, yox, mən yəni müəyyən məqsədim var da, mən qoşulub bunu izləməliyəm. Amma elə insan var ki, deyir ki, onsuz da müəllim yoxdur, müəllim nə bilir, mən bu dərsə baxdım, buna baxmadım. Etiraf eləyin, kimlərdə belədir vəziyyət. Bax, yalan danışmayın, bilirəm ki, çoxunuzda var bu hal. Bir dərsə qoşulayım, mən dəşi bunu sonra izləyirəm. Əşi bir də gör ki, imtahan gəldi, qapımızı döydü. Yəni ona görə asinxronda artıq o həmin insanın özündən belə deyim, şagirddən güclü motivasiya, özünü idarə etmə, vaxtını idarə edilməsi bacarığı tələb olunur. Bax, ona görə üstün cəhətlərində bunlar qeyd olunur. Sinxron və asinxron haqqında bitirdik. İndi hibridə keçəcək. Amma gəlin sizə bir-iki suallar verirəm. Tez və dərhal cavablandırın. Sinxron hansı formalarda təşkil oluna bilər? Tez deyin görüm. Aha, deməli dedik, həm əyani, həm onlayn. Ay, sağ olun. Bəs asinxron hansı formalarda? Tez deyin görün. Bax, burada sual verdikcə videonu saxlayın, cavablandırın. Asinxron da həm əyani, həm onlayn. Amma asinxronda daha çox hansı tətbiq olunur? Onlayn. Yaxşı. Hansı oldu ki, orada dedik ki, sosial bacarıqlar daha dərindən inkişaf eləyir. Tez deyin görüm, sinxronda aisən, amma sinxronda biraz geri planda qaldı. Düzdür, o hansı formada, təlim formasında oldu ki, dedik ki, nə olur? Dərindən düşünməyə, belə deyək də, vaxt daha çox olur, belə deyim, dərindən düşünməyə. Bu olacaq asinxronda, çünki niyə istədiyi vaxt izləyir, təhlil edir, neynir, amma sinxronda nə olur? Müəllim sual verdi, neynədir? Şagird o dəqiqə cavablandırmalıdır. Doğru. Daha sonra növbəti sualımız, hansında deyin görüm, hamı eyni vaxtda qoşulmalıdır, eyni vaxtda dedik, sinxron deyənlərə afərin, amma bəs hansında oldu ki, sonradan şagird özünə lazım olan vaxtda, nə bilim, uyğun olan bir vaxtda, ondan sonra deyin görüm, nələr əlavə elədik. Burada artıq metakognitiv bacarıqların inkişafı hansında olacaq? Tez deyin görək, asinxron. Ay, sağ olun, afərin. Bəs yaxşı, hansında o dəqiqə ani olaraq, belə deyim də, əks əlaqə var orada, canlı əlaqə var, biliklərin ötürülməsi anidir, o dəqiqə baş verir. Hansındadır? Sinxrondadır. Ay, sağ olun, amma digərində dedik, sual atır müəllim, şagird. İndi müəllimin nə vaxt olsa baxacaq, nə vaxt olsa geri dönüş eləyəcək. Anidən o dəqiqə baş vermədi ki, düzdürmü? Belə, bu suallarımı cavablandırdınızsa, deməli siz sinxronun, asinxronu artıq başa düşmüş oldunuz. Afərin sizə. İndi keçirik hibrid tədris formasına. Hibrid nədir müəllimlər? Baxın, hibrid deyir tədris dərslərin bir hissəsinin canlı, bir hissəsinin onlayn şəkildə, həmçinin sinxron və asinxron formada keçirilən dərs formasıdır. Gəlin bunu izah edeyim. Baxın, hibrid sanki onların ikisinin qarışığıdır, belə deyim, qarışımıdır. Deyir, tədrisin, dərs prosesinin bir hissəsi canlı, bir hissəsinin onlayn şəkildə. Bunun gəlin izahını verin. Baxın, bir çox xarici ölkələrdə bilirsiniz necədir? Məsələn, bizdə məktəbdə dərs necədir? Əyani olur, əyani keçirilir. İndi şagird bir gün dərsə gedə bilməsə, bilmir ki, məsələn, bu gün o dərsdə nələr baş verir. Təbii ki, sonradan o şagird digər yoldaşlardan öyrənir ki, müəllim nə keçdi, nə verdi. Bunlar öz yerində. Deyəcəksiniz ki, bəs belə deyilədir. Bunu qoyuram qırağa. Digər ölkələrdə amma necədir? Demək, bəzi ölkələrdə şagirdlər əyani olaraq getdi dərsə. Eləsi, məsələn, var, belə deyim də, hava soyuqdur, gedə bilməyib, xəstələnib, yolu uzaq idi, nəsə bir hadisə baş verir. Nə olub? Dərsdə iştirak edə bilməyibsə, onlayn olaraq qoşulur. O dərsi izləyir. Baxın, məsələn, belə deyim, bunun üçün avadanlıqlar lazımdır artıq. Həm sinifdə, tutaq ki, belə deyim də, bir, nə bilim, elektron texnologiyalar mövcud olmalıdır ki, müəllim qoşacaq sinifdən, həm orada şagirdlər var. Məsələn, 25 şagird idi, 20-si gəlib bugün. O şagirdlər canlı dərsdədir, amma deyir, bir hissəsi onlayn. Bir hissəsi isə onlayn öz evindən qoşulacaq, amma məktəbdə, o sinifdə də elektron texnologiyalar, avadanlıqlar əlverişli olmalıdır ki, müəllim buradan qoşsun, şagird oradan canlı gedişatı izləsin. Bu qədər sadə. Başa düşdünüzmü hibridi? Deməli, hibrid deyirik ki, dərsin bir hissəsinin canlı, bir hissəsi onlayn şəkildə.
Amma baxın bizdə necədir? Yalnız onlayn. Ona görə bu gedir sinxronun əyanisinə. Düzdürmü? Amma görürsünüzmü? Hibrid olsa, amma orada biz əgər elektron texnologiyalardan istifadə edib, belə deyim də, indi biz özümüz əslində yüngülvarı eləyə bilərik ki, bunu necə müəllimlər? İndi təbii ki, məktəbdə internet varsa, müəllimin megabaytı varsa, 3 şagirdin, 5 şagirdin dərsə gəlməyib, vacib mövzu keçirsənsə, deməli, aç dərsdən hansını deyək ki, MET proqramını aç və yaxud da Zoom-u aç, evdə də şagird Zoom-dan qoşulsun, o dərsi izləsin. Siz dərsi keçirsiniz, elə bu olacaq artıq hibrid, hə? Bu belə əla, gözəl. Düşünürəm ki, başa düşdük. Bir də hibridin digər versiyası var. Asinxronla başlayıb sinxronla bitən. Bu nə deməkdir? Baxın, deyir ki, asinxron tədris burada deyir, sinxron tədrislə kombinə olunaraq tətbiq edildikdə daha faydalı olur. Bu zaman dərsin materialı əvvəlcədən şagirdlərə göndərilir və müəyyən tapşırıqlar verilir. Sonra isə sinxron tədrisdə olduğu kimi əvvəlcədən müəyyən olunmuş vaxtda canlı onlayn dərslər təşkil edilir, müzakirə təqdimat keçirilir. Bu zaman həm şagirdlərin seçim etməsinə və sərbəst çalışmasına şərait yaradılır, həm də müzakirə təqdimatların keçirilməsinə təmin olunur. Deyir, ümumiyyətlə, müəllim öz yaradıcılığına əsaslanaraq istənilən onlayn tədris növlərini birlikdə adaptə edərək tətbiq edə bilər. Bu nə deməkdir, müəllimlər? Deyirik ki, onlayn olur, ha bu da. Deməli, asinxronla başlayır, sinxronun onlaynı ilə bitir. İndi bilirəm ki, bu cümlə sizə qaranlıq qalacaq, amma gəlin aydınlaşdıraq. Nə deməkdir? Hibridin digər versiyası. Bir versiyasını bayaq dedik ki, canlı dərsi keçirəm, gəlməyən şagirdlər üçün də elektron vasitələrdən, üsullardan istifadə etdim, şagirdi qoşduq, dərsi izlədi. Bunu bildik. İkinci versiyası onlayn asinxronla başlayıb, onlayn sinxronla bitməsi. Yəni, bu nə deməkdir? Müəllim əvvəlcədən video çarxdır, nədir, mövzuya uyğun göndərir şagirdlərə. Bu oldu onlayn asinxron. Çünki əvvəlcədən video izahı və s. göndərib. Amma şagird onlayn olaraq, amma baxın, deyirik ki, müəyyən vaxt təyin olunur. Baxın, haradaydı o? Sonra isə sinxron tədris olduğu kimi əvvəlcədən müəyyən olunmuş vaxtda canlı dərsə qoşulmalıdır. İndi deyin görüm, müəyyən vaxt təyin olunub və onlayndır. Bu hansının hansı forması? İndi özünüz deyin, bayaq izah eləmişəm. Görüm kim düz tapacaq. Vaxt qoyulub, o vaxtda onlayn. Deyin görüm, sinxronun onlayn versiyası. Ay, sağ olun. İndi demək, niyə? Ona görə bayaqçı cümləmə qayıdıram. Onlaynın asinxronu ilə başlayır, hibridin digər versiyası. Onlayn sinxronla bitir. Deməli, mən videonu əvvəlcən göndərmişdim, izahı əvvəlcən göndərmişdim. Onlayn versiyada bu deməli oldu asinxronun onlaynı. Şagird öyrəndi, neytə demişəm ki, filan gündə saat 8-də dərsdə olun, bunun müzakirəsini aparacaq bu mövzunun. Deməli, şagird qoşulursa həmin dərsə, bu da olacaq sinxronun onlayn versiyası. Belə müəllimlər, hibridin deməli ki, formasını keçdik. Həm dərsdə bir hissəsi oldu canlı, bir hissəsi onlayn şəkildə, bir də onlayn asinxronla başlayıb, onlayn sinxronla bitir. Belə, sinxron, asinxron, hibrid haqqında bu qədər. Düşünürəm ki, geniş şəkildə xırdalığa qədər izah verdiyimi düşünürəm. Belə, indi davam edək. Aha, demək, davam edirik sorğu və araşdırma əsaslı təlim. Gəlin dərhal başlayaq. Deyir ki, Einsteynin belə bir ifadəsi var imiş. Gəlin görək hansı ifadədir. Deyir, mənim xüsusi bir istedadım yoxdur. Sadəcə çox güclü maraq hissim var. Buradan nə başa düşürük? İnsanın nə isə bir şeyi öyrənmək bir həqiqətən də maraq hissi olmalı. Siz hal-hazırda kurikulumu öyrənirsiniz. Mən indi geri dönüşlər olur. Deyirlər ki, müəllimə əvvəl kurikulumu sevmirdim, amma indi sevməyə başlamışam. Əksinə deyir, mənə maraqlı gəlir, növbəti dərsinə keçəcəyik. Hansı mövzu deyir, mənə maraqlı gəlir. Neçə müəllimlər belə geri dönüş edir. Həqiqətən də bu halda çox sevinirəm ki, nə gözəl ki, yəni artıq müəllimlərimiz o kurikulumu sevməyə başlayır. Biraz beyni açılır, belə deyim. Çünki o qədər qıraqdan, uzaqdan eşidirik ki, kurikulum çətindir. Heç elə müəllim var, kurikulumun üzünü bir dəfə açmamış, deyir ki, yox, mən bunu öyrənə bilməm. Hələ sən bir dəfə aç bu kitabın üzünü, bir dəfə izaha bax, gör öyrənə bilirsən, yoxsa bir marağın olsun da, düzdürmü? Demirəm ki, asandır, mən bunu demirəm. Cümləmi elə yozulmasın. Amma dəhşətli mənimsəyə, o da demək deyil ki, biz dəhşətli dərəcədə çətindir, biz mənimsəyə bilmərik falan filan, bu dərəcəyə də ehtiyac yoxdur. İstəsəniz öyrənərsiniz. İndi bir-iki mövzu var, heç olmasa o birlərini öyrən, o bir-iki mövzuda yenə bir tər yoluna qoyarsan, belə deyim, hə? Amma ümumiyyətlə öyrənə bilmirəm, belə deyilə müəllim elə üstündən xətt çəkir, oturur orada. Deməli, nəyəsə insanın marağı olmalıdır.
Sorğu və araşdırma əsaslı təlim nədir müəllimlər? Yəni belə deyək, mövzuya uyğun olaraq müəllim bir sual, sorğu ünvanlayır. İndi bunlar haqqında deyəcək bu suallar necə olmalıdır və şagirdlər ona bir cavab axtarır. Cavab axtaran zaman, araşdıran zaman yeni bilik, bacarıqlar əldə eləmiş olur. Deməli, deyir suallar bizi cavab axtarmağa sövq edir. Söz yığınlar çoxdur da müəllimlər, hamısını bir-bir daha burada üzündən oxumağa ehtiyac yoxdur. Onsuz özünüz oxuyacaqsınız o hissələri. Yeni bilik və bacarıqları əldə etməyə, beləcə dünyanı dərk etməyə deyir yönəlir. Aha. Deyir ki, intellektual maraq və öyrənməni uzlaşdıran sorğu və araşdırma əsaslı təlim elmi metodun tədris prosesinə uyğunlaşdırılmış modeli. Yəni təbii ki, biz bunu tədris prosesinə uyğunlaşdırıq da. Bizim bugünkü mövzumuz nədir? Yoxsa duraq hər hansı bir problemlə bağlı və ya nəsə bir sorğu, araşdırma, düzü əlavə bu şeylər müəyyən məqamlarda olmalıdır, amma təbii ki, dərs prosesimizdə gedişatına uyğun olmalıdır. Deyir ki, şagirdlər öyrənmə prosesində sual vermək, hipotez nədir? Fərzi irəli sürmək, müşahidə etmək, araşdırma aparmaq, nəticə çıxarmaq və nəticəni yoxlamaqla araşdırma xarakterli fəaliyyətə cəlb olunur. Görürsünüzmü? Şagird nəyisə müşahidə edəcək, fikir irəli sürəcək, fərzi irəli sürəcək, araşdırma aparacaq, nəticə çıxaracaq, nəticələrin yoxlanılması baş verəcək və s. Düz deyilmi? Bu fəaliyyət özündə müxtəlif müxtəlif bacarıqları deməli, baxın orada yazır. Məqsəd müəyyənləşdirmə olsun, nə bilim, vaxt idarə etmə, informasiyanı emal etmə, komandadan işləmə bacarığı, şifahi yazı, ünsiyyət, problemi həll etmə, dəyərləndirmə və s. Deyir, bu yönlərin inkişaf etdirməyə imkan yaradır. Düzdürmü? Sorğu və araşdırma əsaslı təlim modeli şagird mərkəzli yanaşmadır. Bəli, informasiyanı pasiv şəkildə qəbul etməkdən daha çox elmi məlumatın deyir, birbaşa şagirdin iştirakı ilə araşdırılması. Əlbəttə ki, şagird araşdırmalıdır bunu. Düzdürmü? Demək, daha sonra deyir ki, şagirdin özünün fəallığı ilə yeni bilik bacarıqların inşasına çalışır. Sorğu və araşdırma əsaslı öyrənmə ilə bağlı tədqiqatları ümumiləşdirməyə öyrənmə prosesi kimi deyir ki, öyrənmə prosesi kimi onun əsas komponentlərini belə sadalamalı. İndi keçəcək əsas komponentlərini. Yəni əsas bildikdə sorğu araşdırma əsaslı təlimdə suallar, sorğular ünvanlanır. Şagird bunu özü araşdırmalıdır, bir ümumiləşdirmə aparmalıdır, yeni bilik bacarıqlar əldə edəcək, düzdürmü, bir nəticə çıxaracaq. Baxın, əsas komponentlər hansılardır? Sorğu və araşdırma əsaslı təlimdə əsas komponentlər. Birinci deyir yönləndirmə. İndi izahını verəcəm nədir yönləndirmə. Əsas sualın qoyulması və hipotez fərzi irəli sürmək, araşdırma, nəticə, müzakirə. Yəni deyir ki, bir yönləndir şagirdi, bir motivasiya yarat, cəlb elə maraq oyatma dedim ha dərs əvvəlində, odur da yönləndirmə. Sualı qoy. Bir açıq tipli olmalıdır, geniş şəkildə olmalıdır. Əsas sualın qoyulması. Araşdırma, şagird qısa hələ deyirəm bunları. Şagird gedib araşdırmalıdır, bilik bacarığı əldə etməlidir. Sonra nəticə çıxarıb gəlib müzakirə etməlidir. Düzdürmü? Yəni əsas qısa konkret bunları dedim, amma indi geniş izahına baxaq. Deyir ki, dərs şagirdlərin məqsədə yönləndirmə ilə başlayır. Bayaqlar dedik. Bu ilkin addımda şagirdlərin diqqət və marağını stimullaşdırmaq üçün məqsədə uyğun formada müxtəlif metodlardan istifadə etməklə nə etməlidir? Müəllim şagirdi dərsə cəlb elə, yönləndir, müəyyən qrafikdən, şəkildən, videodan, slayddan, nədənsə istifadə elə. Yəni əslində budur. Bunu bayaq izah elədim. Elə burada müəllimlər çox söz yığını verir. Yenə deyirəm, hamısına ehtiyac yoxdur bu qədər. Baxın, elə yenə də bunu hər hansı bir nədənsə bağlı deyir ki, şagirdlər prosesə cəlb olunur. Yəni yönləndirməni bildikdə müəllim müəyyən üsul metodlardan istifadə edir, şagirdi dərsə cəlb elə, maraqlansın da, bir marağı oyansın belə deyim. Növbəti addımda sualın qoyulması, bayaq burada ikinci məqamda demişdik. Və ya hipotez, yəni fərziyyələrin irəli sürməsi. Nə deməkdir? Deyir ki, problemi bir anlayış kimi nəzərdən keçirməyi və onu konseptual olaraq anlamağı, yanaşma deməkdir, yəni anlamalıdır bir şagird. Bu addımda anlayış, konsept haqqında sual doğuran məqam ortaya qoyulur və ya ona müvafiq olaraq hipotez, fərziyyələr irəli sürülür. Burada məqsəd şagirdləri əsas suala və ya yoxlamalı olan hipotezə yönəltməkdir. Deməli, nə deməkdir? Sualın qoyulması. Deməli, burada bir problem qoyulub, düzdürmü? Artıq şagirdləri o hədəfə yönləndirmək lazımdır, o suala istiqamətləndirmək lazımdır. Aha, daha sonra isə demək nə deyir?
Bunu bildik. Sonra deməli deyirdik nə? Qeyd edilən mərhələnin məntiqi davamı kimi araşdırma. Deməli birinci oldu yönləndirmə. Sual, problem qoyuldu. İndi araşdırma mərhələsi başlayır. Deyir fəaliyyət həyata keçir. Qoyulan suala və ya irəli sürülən o fikirlərə, nə bilim, fərziyyələrə cavab tapmaq üçün şagirdin marağı hərəkətə, fəaliyyətə keçir, çevrilir. Araşdırma deyir, sual əsasında sistemli şəkildə araşdırma və təcrübə. Yəni gəliniz bu söz yığınlarını oxumağa bir ehtiyac yoxdur. Gəlin deyək, araşdırmada şagird nə edəcək müəllimlər? Araşdırmada şagirdlər artıq gedəcək, özü nə etməlidir? Müəyyən o mövzu ətrafında, sual ətrafında araşdırmalar etməlidir. Adı üstündə. Müəyyən biliklər toplamalıdır, data toplanmalıdır, belə deyək. Və bu mərhələ yadda saxlayın ki, ən məsuliyyətli mərhələdir. Bax, bayaq saydığa, indi saydıqlarımızın içində ən məsuliyyətlisi araşdırmadır. Bax, bunu unutmayın. Deyir ki, vaxt və resurslardan düzgün istifadə edə bilmək üçün dəqiq planlaşdırma tələb edir, düzdürmü? Təbii ki, dəqiq artıq bir belə deyim də planlaşdırma tələb edən bir mərhələdir. Demək, araşdırma ən məsuliyyətli mərhələ olacaq. Bayaq da bunun izahını onsuz da vermişdik. Növbəti addım nəticəni ortaya qoy. Bax, bir-birindən bağlıdır müəllimlər bunlar. Dedik ki, yönləndirmə, düzdürmü? Yönləndirdik, yəni dərsə cəlb elədik, maraq və s. Ondan sonra deyirdi ki, problem, o sualın qoyulması. Ondan sonra getdi araşdırmağa. Araşdırmadan sonra nəticəni qoy ortaya bax. Nəticədən sonra deyəcək nə edəcək. Burada əvvəldə qoyulan sual və fikirlə adı üstündədir də bu. Nəticələr qarşı-qarşıya qoyulur. Fikir versə bütün addımlar arasında keçid yoxdur. Bir digərinin davamıdır. İndi dediyim məsələ. Bəli, bir digərinin nədir? Davamıdır müəllimlər. Doğrudur. Deməli, sonda isə deyir, yekunu, hər hansı addımı yekunu növbəti addımın başlanğıcı oxşarlıq təşkil edir. Sonda araşdırmadan əldə edilən nəticələr başqalarına, müəllimlə, yoldaşlar təqdim edilir və müzakirə təşkil olunur, refleksiya ilə tamamlanır. Deməli, indi ən sonuncu mərhələmiz müzakirədən təşkil. Nəticə bir çıxdı ortaya, ondan sonra müzakirə edilir, refleksiya ilə tamamlanır. Refleksiyadan tamamlanır. Bütün proses və ya onun hansı hissəsi tənqid edilir, qiymətləndirilir. Hər nə qədər müzakirə mərhələsi sonda vurğulansa da, əslində deyir ki, bütün proses boyunca bu elementlər mövcuddur. Baxın, deyir müzakirəni burada sonda deyir, axı müzakirədən bitir, amma deyir ki, əslində belə deyil. Elə bütün gedişatın içində bir müzakirə var. Şagird məsələn sual qoyuldu, orada bir müzakirə, araşdırmağa gedəndə orada bir, nəticəni ortaya qoyanda orada bir, amma yenə də yekunda da yazır. Demək belə. Deyir, sorğu və araşdırma əsaslı öyrənməni sadə bir nümunə əsasında izah eləmək olar. Burada bu nümunəni mən sizə bir-bir oxumayacağım. Oxumağa da ehtiyac yoxdur, özünüz oxuyun. Məsələn, burada deyir A bitkisi var, B bitkisi var. Biri yaxşı inkişaf edir, biri zəif inkişaf edir. Bunun səbəbi nədir? Məsələn, ilkin kimi beynimizə gələ bilər, bax deyir, su ehtiyacı, digərləri versiyanı geri planda qoya bilərik. Amma araşdırandan sonra bu bitki, məsələn, işıq sevəndimi, isti sevəndimi, soyuğu sevən bitkidirmi? Digər məqamlar da üzə çıxır, düzdürmü? Yəni burada verilən bir nümunədir. Onu nə edə bilərsiniz? Özünüz də oxuya bilərsiniz. Belə, məsələn, texnologiya müəllimləri bilir ki, tutaq ki, pomidor bitkisi mövzu vardı orada. Pomidor bitkisi deyir ki, işığı sevən, istini sevən bir bitkidir. Onun yetişdirilməsi haqqında müəyyən məsələlərə toxunulub bu mövzu. Yəni, belə deyək də, artıq biz onu soyuq şəraitdə, belə deyim də, cücərtməyə çalışsaq, görəcək ki, bir nəticə əldə eləmirik və ya da ki, bitki məhv oldu, getdi. Deməli, müəyyən səbəblər ola bilər. Biz bir səbəbi göz önündə canlandırıq, o dəqiqə ağlımıza gəlir ki, su ehtiyatından falan filan, amma araşdırandan sonra digər məqamlar üzə çıxır. Yəni, belə müəllimlər. İndi isə keçirik hansı hissəyə? Davam edirik. Deyir ki, tədris prosesində sorğu və araşdırma əsaslı təlim 5Y modelindən də istifadə etməklə də həyata keçirilə bilər. Deməli, deyir ki, 5Y modelinə uyğun da bu sorğu araşdırma əsaslı təlimi nə edə bilərsən, həyata keçirə bilərsən. 5Y, indi burada düz adları yazır. Demək, indi burada adların görürsünüz 5Y, yəni indi əsas mahiyyəti çatdıracağım ki sizə. Deyir ki, birinci maraq oyatmadır. Araşdırmadır, izah etmə, möhkəmləndirmə, qiymətləndirmə. 5Y modelində bunlar var. Maraq oyatma, araşdırma, izah etmə, möhkəmləndirmə və qiymətləndirmə. Maraq oyatma adı üstündə. Deyir, şagirdlərlə, bu mərhələdə şagirdlərə tanış olan bir situasiyadan istifadə edərək suallar verilir, onlar müzakirəyə dəvət olunur. Məqsəd şagirdlərin ilkin bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaq. Mövzuya maraq oyatma. Adı üstündədir, mövzuya maraq oyatmalısan. Araşdırma nədir? İkinci
mərhələdə onlar gedir, nə etməlidir? Şagird araşdırmalıdır. Deyir, nəticələri müzakirə edir, konkret nəticədən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olur. İzah etmə nədir? Bu mərhələdə müəllim şagirdlərin fəaliyyət mərhələsində əldə etdikləri bilikləri ümumiləşdirir və təlim nəticələrində nəzərdə tutulan anlayış, termin və qanun uyğunluqları birbaşa təqdim edir. Yəni artıq izah edir. Möhkəmləndirmə nədir? Əvvəlki mərhələnin davamı olaraq dərinləşdirmə mərhələsində müəllim yeni misallar, nümunələr təqdim edir. Anlayışın tətbiq olunduğu əhatə dairəsini daha da genişləndirir də, möhkəmləndirir. Qiymətləndirmə. Sonuncu mərhələdə şagirdlərin öyrəndikləri qiymətləndirilir. Təlim nəticələri üzrə əldə etdiyi nəticələr dəyərləndirilir. Qiymətləndirmə adı üstündə bu hamıya tanış olan bir mövzudur. Bunun müəllim tərəfindən tapşırıq vermə vasitəsilə və qiymətləndirmə meyarlarına əsasən şagirdin özünü qiymətləndirilməsi şəklində aparıla bilər. Demək, 5Y modelində nə var müəllimlər? Bu sorğu və araşdırma əsaslı təlimi 5Y modelində də təşkil edə bilərik. Birinci, maraq oyat, şagirdi dərsə cəlb elə, araşdırmalıdır. Müəyyən nə qoymusan sorğu, nə tapşırığınsa şagird bunu araşdırmalıdır. Sonra izah etmə. Burada artıq müəllim belə deyək də şagirdlər gedib araşdırıb nə edib? Burada müəllim bir ümumiləşdirmə, izah verir. Qanun uyğunluqları tapırlar ki, yəni görək nə dərəcədə düzgün nəticə əldə olunub. Möhkəmləndirmə, bir əlavə misallar, nümunələrdən də möhkəmləndirilir. Bu verilən tapşırıq, sonra da qiymətləndirmə aparılır. Nəzərə almaq lazımdır ki, sorğu və araşdırma əsaslı təlim deyir, təkcə eksperimental yola deyil, eyni zamanda mənbələr üzərindən araşdırma etməklə də həyata keçirilə bilər. Bu baxımdan təkcə təbiət fənnində deyil, digər fənlər, yəni təkcə təbiət fənnindən bağlı yox da, yəni bütün fənlərdə nə edilə bilər, həyata keçirilə bilər. Digər fənlərdə də deyir, həyata keçirilə bilər. Sorğu və araşdırma əsaslı deyir ki, öyrənmənin müsbət cəhətləri. Gəlin indi bunları da deyək, yekunlaşdıraq. Deyir ki, görək nə deyir, biraz yuxarı qaldıraq PDF-imizi. Belə, öyrənmə prosesi şagirdlərdə daha maraqlı və mənalı gəlir. Üstün cəhətləri. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübə bacarıqları əldə edirlər, çünki araşdırırlar, daha bilik bacarığı əldə edirlər. Bilikləri dərinləşir, onların uzun müddətli yaddaş ötürülməsinə imkan yaradır. Müəllimlər şagirdlərin inkişafına daha açıq müşahidə edə bilir, şagirdlərin inkişafını. Şagirdlərdə müxtəlif proses bacarıqlarını deyir, vaxtı müəyyən etmə, idarə etmə, nə bilim, komanda ilə işlənmə, digər şifahi yazılı, digər bu deyir ki, bu bacarıqları inkişaf etdirməyə imkan yaradır. Daha sonra hər nə qədər sorğu və araşdırma əsaslı öyrənmə, şagird mərkəzli təlim modeli olsa da, müəllimin rolu və funksiyası da olduqca həllicidir təbii ki. Öyrənmənin baş verməsi və prosesin düzgün istiqamətləndirilməsi müəllimin səriştəsindən və yerində müdaxiləsindən çox asılıdır, doğrudur. Bu prosesdə müəllimin funksiyasını aşağıdakı kimi təsvir etmək olar. Gəlin görək, deyir, mövzuya giriş üçün şagirdlərin diqqətini çəkməlidir. Maraq cəlb etmə, bayaq danışdığımız. Yəni görürsünüz, təkrar bəzi şeylərə yer verilir. Araşdırmağa sövq edəcək suallar qoymalıdır. Qeyd edilən sual, problem ətrafında şagirdləri müzakirəyə, dialoqa təşviq etməlidir, rəhbərlik etməlidir bunları. Ehtiyaca görə şagirdləri qruplaşdırmaq və ya bütün siniflə müzakirəni təşkil etməlidir. Müzakirələri diqqətlə izləmək, yanlış müzakirələrə korrekt etmək, yəni düzəlişlər etmək, eyni zamanda onların daha yaxşı anlaması üçün əlavələr, informasiya əlavə edə bilər. Öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etmək. Belə müəllimlər, bu da oldu, deməli, sorğu və araşdırma əsaslı təlim haqqında geniş, ətraflı izahımız. Ümumiyyətlə müəllimlər, yəni bu tipli belə deyək də modellər şagirddə təbii ki 21-ci əsr bacarıqlarında nə edir? İnkişaf etdirmiş olur. Şagird bir özü gedir, araşdırır, müstəqil düşünür, nə bilim, məntiqi, tənqidi təfəkkürü nə edir? İnkişaf etdirir. Belə. İndi isə davam edirik problem əsaslı öyrənmə, sonra danışacağıq layihə əsaslı öyrənmə. Bununla da bugünkü mövzumuzu yekunlaşdıracağıq. Düzdür, mövzumuzun ardı var, onu isə növbəti video izahda izah edəcəm. Ən əsas müəllimlər qarışdırır problem əsaslı öyrənməni, layihə əsaslı öyrənməni. İndi onu da çox gözəl, geniş şəkildə, sadə formada sizə çatdıracağım müəllimlər. Problem əsaslı öyrənmə nədir? Baxın, şagird mərkəzli deyir, öyrənmə modellərindən biridir. Burada nə baş verir, nə tələb olunur? Layihə əsaslı öyrənmədən bunun fərqi nədir? Oxşar cəhətləri nədir? Bunu deyəcəyik. Yadda saxlayaq ki, müəllimlər, problem əsaslı öyrənmədə demək, real həyat problemlərinin, baxın deyir ki, real həyat probleminin həlli üzrə fəaliyyətə cəlb olunur şagirdlər. Bax, bir problem qoyulur. Bu problem də demək olar ki, real həyatla bağlı olur.
Bu zaman şagird həm mövcud biliklərin istifadəsidir, həm də yeni bilik bacarıqlarının əldə edilməsinə şərait yaranır da. Yəni şagirdlər bu problemin həllində yeni bilik bacarıqları əldə edir. Bəs bu problem əsaslı öyrənmədə belə deyək, əsas məqam nədir müəllimlər? Şagird təkliflər irəli sürməlidir. Bax, layihə əsaslı öyrənmə də odur ki, şagird bir belə deyim də, o tapşırığında problem nədirsə, ortaya bir layihə qoymalıdır deyək, yoxsa bir nə bilim, onu slayd formasında mı, bir musiqili, bir rollu oyunmu, bir slayd, qrafik, cədvəl şəklində bir nəsə ortaya qoymalıdır. Amma problem əsaslı öyrənmədə odur ki, belə deyim, artıq bir təklif irəli sürülməlidir. Amma bu təklifində əsaslandırmalıdır ha. Və deyir ki, problem əsaslı öyrənmə qrup şəklində aparılır. Və bir problemi həll etmək, çalışmaq motivasiyanı aktivləşdirir, öyrənməni mənalı bir fəaliyyətə çevrilir. Gəlin baxaq ki, problem əsaslı öyrənmə hansı mərhələləri nələr özündə ehtiva edir. Deyir, problemi ifadə edən açıq tipli sualın təqdim edilməsi. Baxın, müəyyən real həyata bir problemdir, düzdürmü? Açıq tipli sual şəklində təqdim olunmalıdır. Problemi aydınlaşdırmaq, müzakirə etmək, bilikləri təsnif etmək, yəni problem haqqında nə bilirik, problem haqqında nəyi bilməyə ehtiyacımız var, mümkün həll yollarını ortaya qoymaq, nəticələri və həll yolunu bölüşmək. Aha, buradan nə başa düşdük müəllimlər? Baxın, problem əsaslı öyrənmədə demək nə baş verir? Burada yazır, baxın, deyir ki, layihə əsaslı öyrənmə ilə deyir çoxu oxşardır. Hətta onu layihə əsaslı öyrənmənin alt forması kimi də təqdim edən mütəxəssislər var. Yəni nəyi deyir? Problem əsaslı öyrənməni layihə əsaslı öyrənmənin alt forması kimi. Çünki niyə? Deyir, bütün oxşar cəhətlərinə baxmayaraq ikisini də bir-birinə fərqləndirən cəhətlər var. İndi keçəcək. Hər iki öyrənmə modelini oxşar və fərqli. İndi burada keçir artıq təqdim edir. İndi layihə əsaslı öyrənməyə hələ keçmirəm mən. Gəlin bunun biraz izahını verirəm kitabdan geniş formada. Deməli, bir problem qoyuldu ortaya. Düzdürmü? Açıq tipli sual. Məsələn, bir problem həyatla bağlı nə hansı problemi qoya bilərik? Ta ki, tıxaclar və hətta ki, su problemi olsun, nə bilim, suyun çirklənmə problemi olsun, havanın çirklənməsi, atmosferin çirklənməsi və hətta ki, nə bilim, plastik tullantıları insanlar atır küçələrə, torpaqla qarışır, bu müəyyən fəsadları olsun, ekologiyanın korlanması, müəyyən bir problem qoyulur. Elə deyirəm ki, nə olsun? Açıq tipli bir sualımız olsun ki, tıxaclarla bağlı bir problem müəllim bu problemi qoyur ortaya. Başlayır müzakirələr, mümkün həll yolları, biz bu tıxacları necə aradan qaldıra bilərik, düzdürmü? Artıq şagirdlər nə edir? Bunu araşdırmağa başlayır və təkliflər irəli sürülür. Bir layihə yoxdur ortada. Yəni bir nəyisə gətirib təqdim eləmir. Təklif irəli sürür. Amma bu təklifində nə etməlidir? Əsaslandırmalıdır. Hə? Məsələn, tutaq ki, belə deyim də, bir video görsən ki, bir araşdırma nəticəsində şagird belə bir nəticə qoyur ki, ortaya problemin həlli üçün ki, bir çox xarici ölkələrdə artıq başlayırlar nə etməyə, nə bilim, uçan maşınlar ki, yəni yerdə tıxacın qarşısını almaqdan ötürü. Düzdür, bir təkliflər irəli sürmək və əsaslandırmaq. İndi gəlin keçək görək layihə əsaslı öyrənmə nədir? Bax, çox müəllim bununla onu qarışdırır. Deməli, gəlin başlayaq. Deyir ki, layihə və problem əsaslı öyrənmə modellərinin müqayisəsi. Layihə və problem əsaslı öyrənmə modellərinin hər ikisi şagird mərkəzli olmaqla şagirdlərdə öyrənmə aktivliyini yaratmaq, tənqidi təfəkkür, problem həll etmə, əməkdaşlıq baxımından ortaq xüsusiyyətdir. Yəni hər ikisində 21-ci əsr bacarıqları inkişaf edir, belə deyək. Oxşar xüsusiyyətləri ilə birlikdə müəyyən məqamlarda bir-birinin fərqli yönləri də mövcuddur. Fərqli yönləri mövcuddur. İndi bunlara da gələcəm. Aha, demək, layihə əsaslı öyrənmə haqqında istəyirəm biraz sizə geniş məlumat verim. Sonra keçək bunların ikisinin problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmənin fərqini izah edək. Çünki biz birinci öyrənək görək bir layihə əsaslı öyrənmə nədir? Əslində bayaqları biraz izahını verdim. Demək, müəllimlər, dedik ki, layihə əsaslı öyrənmədə, yəni bir iş təqdim olunmalıdır. Bir layihə mi deyək, bir tapşırığımız nədirsə də ona uyğun, nə bilim, bir slayd hazırlamalısan, bir tapşırığın elə bir şey olar, bir tamaşa qurmalısan,
bir məhsul olmalıdır. Qısa və konkret desəm, şagirdlər belə deyək də bir məhsul ortaya qoymalıdır, bir təqdimat ortaya qoymalıdır, bir nə bilim tədbir olmalıdır. Yəni belə bir nəyisə nümayiş etdirməlidir. Bax, layihə əsaslı öyrənmədə əsas məqamdır. Demək, deyir ki, çətin sual araşdırmağa, şagirdlərin müəyyən vaxt araşdırma aparmaqla daha çətin sual, problemə cavab axtarmaq və s. İndi bunu sizə geniş form, burada çox hissələri söz yığınında təkrarçılığa yol verilir. İndi vacib hissələr necəm, amma geniş şəkildə özüm izahım verəcəm sizə. Deməli, deyir ki, bəzən elə gəlir ki, nəzəri biliklər həyatda öz əksini tapmır. Halbuki təhsil təkcə deyir ki, nəzəri biliklərin öyrənməsi ilə yekunlaşmır. Biliklərin həyatda tətbiqini lazımdır, ehtiva etməlidir. Elə əsas kurikulum əsas məqsəd nədir? Deyir, həyatda tətbiq edilir. Bax, layihə əsaslı öyrənmə odur ki, şagird tətbiq edib nəyisə bir məhsul qoyacaq ortaya. Yaxşımı? Deyir ki, layihə əsaslı öyrənmə müasir dövrdə aktual olan şagird yönümlü təlim modellərindən biridir. Bu təlim modeli ənənəvi öyrənmədən fərqli olaraq təkcə nəzəri yox, həm də nəzəri biliklərin mənimsənilməsi ilə yekunlaşmır. Elə bayaq dediyimiz bax, təkrar yenə də yazıb. Nəzəri biliklərin istifadə edir. Ona görə hamısını oxumaq istəmirəm, çünki özünüz oxuyacaqsınız. Mən əsas mahiyyəti sizə çatdırmaq istəyirəm. Deyir ki, istifadə etməklə məsələnin həllini tapmağı nəzərdə tutur. Məsələnin həlli tapılmalıdır. Layihə əsaslı öyrənmə, öyrənilən biliklərlə onların tətbiqini uzlaşdıran, real həyat problemlərinə xitab edən bir modeldir. Eyni zamanda, bax, bu da real həyat problemlərinə əsaslanır, müəllimlər. Həm layihə, həm də bayaq dediyimiz problem əsaslı öyrənmə. Hər ikisi real həyat problemlərinə əsaslanır. Eyni zamanda proses boyunca təcrübəli bilikləri dərinləşir, bəli. Əməkdaşlıq, ünsiyyət, problem həll etmə, yenə də 21-ci əsr bacarıqları burada da o birisinə də inkişaf edir. PBL bilirsiniz nədir, müəllimlər? Layihə əsaslı öyrənmə deməkdir. Yəni onun qısa versiyasını yazır ingilis dilindən. Çətin və real problemlərin burada daha çətin. Real problemlərin həlli tapılması şagirdlərin müxtəlif konsepsiya və prinsiplərini öyrənməsini istifadə olunur. Burağı tez-tez oxuyuram ki, videomuzun izahı biraz çox uzun olmasın da, sizə çox yorucu gəlməsin, onsuz da mahiyyəti sizə çatdıracağım. Burada məqsəd şagirdlərin bilik və faktları informasiya kimi öyrənib danışması yox. Bu bilikləri lazımi məqamda istifadə edə bilmələrini təmin etməkdir. Layihə əsaslı öyrənmədə aşağıdakı addımları yəni özündə ehtiva edir. Görək hansılardır. Sualın qoyuluşu, bu bir. Plan tərtibi olmalıdır. Araşdırma və məhsul hazırlığı, bax, bayaq dediyim. Araşdırıb məhsul ortaya qoymalısan. Scaffolding və monitoring, indi bunu da izahını verəcəm. Müəllim doğru istiqamət verməlidir. Və nəticələrin yoxlanılması və prosesin dəyərləndirilməsi. Bunlar nə deməkdir, müəllimlər? Baxın, deyir, ilkin mərhələdə hər hansı real həyata problem qoyuldu. Deyir ki, demək nə? Harda qaldıq? Deməli, ilkin mərhələdə hər hansı real həyat problemi və onun sualı müəyyən edilir. Real həyat problemidir, bununla bağlı sualdır. Sual açıq tipli olmalıdır. Yenə də təbii ki, müxtəlif həll yollarına aparan, yığcam hər hansı maneəni dəf etməyə yönələn və eyni zamanda şagirdləri özünə cəlb edən məzmunda olmalıdır. Bəli, doğrudur. Daha sonra deyir ki, problemin aktuallığı və şagirdin bu məsələyə dərindən bağ qurması, özlərini bu işə həsr etmələri sualın keyfiyyətindən çox asılıdır. İndi bunun bir fərqini deyəcəm. İndi birazdan əsas izah fərqi deyəndə müəllimlər, layihə əsaslı öyrənmədə. Gəlin, baxın, bu söz yığınlarının hamısını oxumayacam bir-bir. Özünüz bir dəfə gözdən keçirdin. Yaxşı, çünki mən bunların hamısını bir-bir oxusam nə qədər vaxt gələcək. Mən amma bunun içindən vacib məqamları sizin nəzərinizə çatdırım. Demək, müəllimlər, layihə əsaslı, bax, bu hissələri özünüz oxuyarsınız. Layihə əsaslı öyrənmədə yadda saxlayın. Dedik ki, açıq tipli sual olmalıdır. Sonra proses müəllim tərəfindən dərindən izlənilməlidir. Bax, bayaq deyirik, scaffolding, müəllim bəli, müəyyən bir istiqamət verməlidir və müəllim tərəfindən bu gedişat izlənməlidir. Baxın, bu məqamda elə qoy altından xətt çəkək. İzlənməlidir. Konstruktiv əks əlaqə qurulmalıdır. Şagirdlərin əməkdaşlıq şəraitinin işlənməsi, bölüşdürülən vəzifələr məsuliyyətlə icra edilməlidirmi? Müəllimlər bunu diqqətdə saxlamalıdır. Baxın, gəlin belə bir şey deyim. Əsas mahiyyəti başa düşdük ki, layihə əsaslı öyrənmədə də real həyatda bir problem qoyulur. Burada artıq uşaqlar, şagirdlər araşdırır. Bir nəsə məhsul ortaya qoyulmalıdır. Məhsulun da mənasını bildinizdə, düzdürmü? Baxın, digər bir məqam yadda saxlayın ki, belə deyim də sizə, gəlin bu hissəni deyim, ondan sonra keçəm. Deyir ki, ehtiyac halında şagirdlərə köməklik məqsədi ilə müəllim müəyyən bir resurslar təqdim edə bilər. Məsləhət göstərilməlidir. Ta ki, ilk
layihə işinizdir də bu. Müəllimlə şagirdlərin ilk layihə işidir. Bir də ki, çalışmaq lazımdır ki, layihənin mövzusunu daha çox şagirdlər seçsin. Çünki niyə? Onlara maraqlı gələn bir mövzunu seçəcək onlar. Deməli, mövzunu şagird müəyyən etməlidir. Deməli, amma problem əsaslı öyrənmədə orada da real həyata bir problem qoyulur. Orada həm müəllim də seçə bilər mövzunu, həm şagird də. Amma layihə əsaslı öyrənmədə şagirdin seçməyi daha doğru olur. Çünki niyə? İndi birazdan onların fərqini deyəndə deyəcəm ki, layihə əsaslı öyrənmə daha geniş vaxt əhatə eləyir. Daha uzun müddət aparılır. Neçə aylar ola bilər, hətta 1 ilə qədər, yarım ilə qədər müddəti. Əgər şagirdin buna marağı yoxdursa, o 5-6 ay ərzində, məsəl üçün, lap 1 il ərzində, 6 ay ərzində bu mövzunu araşdırmayacaq, bu problemi araşdırmayacaq, bu layihənin üzərində işləməyəcək. Ona görə layihə əsaslı öyrənmə şagirdin marağına uyğun bir məsələ olmalıdır və şagirdlər tərəfindən müəyyən olunsa daha gözəl olar. Ondan sonra demək, hansı bir məsələyə toxunacam? Layihənin, deməli, şagirdlər layihəni təqdim etməmişdən də əvvəl bu layihə sınaqdan keçirilməlidir. Bir gözdən yayınan qaçan bir məqamlar nələrsə varmı? Getdi, araşdırıldı, müəllim daim diqqətdə saxladı, layihə tamamlandıqda qiymətləndirilmə aparılır, nəticələrin yoxlanılması aparılır, bir dəyərləndirmə aparılır, sınaqdan keçirilməlidir dediyimiz kimi. Bir də ki, inteqrasiya, onu da deyim ki, müəllimlər, bu zamanda fənlər arası bir də fənn üstü inteqrasiya daha çox reallaşmış olur. Çünki istər-istəməz nə isə araşdırırsansa, digər fənlərdən istər-istəməz bir əlaqəli olacaq. Bir də təbii ki, real həyatı problemi varsa, burada fənn üstü inteqrasiya qaçınılmazdır. Digər bir məqam hansılar? Deməli, açar məqamlar nələrdir? Baxın, deyir ki, açar məqamlar, xüsusiyyətlər. Mövzu şagirdlərin bilik, bacarıq və yaş səviyyəsinə uyğun olaraq müəyyən qədər çətin və məntiqli olmalıdır. Bəli, layihədə, müəllimlər, layihə əsaslı öyrənmədə biraz daha da çətin olur. Şagirdlər bu problemi həll etməklə ortaya real məhsul qoyur, bayaq dediyim. Proses zamanı şagirdlər dərin və davamlı araşdırma aparılmalıdır. Dərin, davamlı. Bax, problem əsaslı öyrənmədən daha fərqli, burada dərin araşdırma gedir, davamlı. Bu zaman müxtəlif müzakirələr qoşulur, yeni resurslar tapır, daimi öyrənmə prosesində olurlar. Layihənin mövzusu həyatdan götürülür, şagirdlərin maraq dairəsinə uyğun olur və real kontekstdə, bayaq dedim, şagirdlərin öz seçi daha dolğun olar ki, onların öz maraqlarına uyğun. Həyatdan götürülən bir problem. Şagirdlər layihə boyu gördükləri işlə bağlı müxtəlif qərarlar verir, öz fəaliyyətlərini qiymətləndirir, refleks edirlər. Layihə iştirakçıları prosesin və nəticələrin yaxşılaşdırması üçün biri-birinə əks əlaqə, konstruktiv rəy verirlər. Şagirdlər və onlarla birlikdə çalışan müəllimlər tədqiqatın və layihələrin səmərəliliyi, qarşılaşdıqları çətinliklər, onları necə həll edəcəkləri ilə bağlı müzakirələr aparır, fikirlər yürüdürlər. Daha sonra deyir ki, layihə iştirakçıları öz layihələrinə qrafik şəkildə, bayaq dediyim, model, foto, maket, slayd, nə bilim, bir rollu oyun, bir tamaşa şəklində təqdim edə bilər. Müəyyən bir auditoriyaya təqdim edir. Bax, gördünüz, problem əsaslı öyrənmədə nə idi? Müəllimlər, bir fikir irəli sürməlisən, əsaslandırmalısan bu problemin həlli yolu üçün. Amma layihədə bir məhsul ortaya qoymalısan. Bu məhsul ümumi sözdür, xırdalığını indi dedim. Bu haqda danışır, hazırlayacaqları məhsulu nümayiş etdirməlisən. Təqdimat həm sinif daxilində, həm də sinifdən kənar aparıla bilər. Mövzunun plagiatlığı yoxla. Bax, əsas məqamlardan biri də budur, bunu deyəcəkdim. Plagiatlığı, yəni sənin o mövzun, belə deyim də, digər, bəlkə onu kimsə əvvəl araşdırıb, sən də gedib oradan nələrsə oğurluyursan, təqdim edirsən, yəni bunlar araşdırılacaq. Düzdürmü? Daha sonra demək, yəni plagiatlığı yoxlanılır. Demək, harda qaldıq müəllimlər? Dedik ki, plagiatlıq, düzdürmü? Yəni ola bilər bir neçə il əvvəl hər hansı bir qrup kimlərsə o, belə deyim də, layihənin həmin hansı ki problem var, onun layihəsini hazırlayıblar, belə deyək də, müəyyən nələrsə ortaya bir iş çıxardıblar. İndi o mövzunu sən də götürmüsən, amma nə etməlisən? Bir yeni qatqı qatmalısan. Demək, dediyimiz kimi mövzunun plagiatlığı yoxlanılır. Bu nə deməkdir müəllimlər? Demək, bu hissəni biraz yuxarı qaldıraq. Deməli, plagiatlıq. Yəni ola bilər ki, hər hansı bir o real həyatı problemi idi, düzdürmü? Onunla bağlı bir nəsə layihə hazırlamalısan, bir məhsul ortaya qoymalısan. Onun bir neçə il əvvəl kimlərsə də edib, amma sənin ona bir yeni qatqın olmalıdır. Sizin ona yeni bir qatqınız olmalıdır. Baxın, deyir ki, plagiatlıq yoxlanılır, müraciət eləmək olar əvvəlki işlənmiş mövzuya. Sadəcə məsələyə yeni qatqı, yeni yanaşma nümayiş etdirməlisən. Sonra deyir ki, rəqəmsal texnologiya, robotexnika tətbiq edilə bilər. Nəzərə almaq lazımdır ki, dərslərdə müxtəlif layihələrin reallaşdırılması.
Bir də var müəllimlər, dərslərdə layihənin reallaşdırılması və deyir, layihə əsaslı öyrənmə eyni deyil. İndi bizim bayaqdan danışdığımız layihə əsaslı öyrənmə idi, düzdürmü? Bir də var ki, üzürlü sayım, bir də var ki, dərsdə layihəni reallaşdırmaq. Bax, bunlar eyni anlayış deyil. Baxın, biz mövzunun əvvəlində nədən danışdıq? Problem əsaslı öyrənmədən, sonra danışdıq layihə əsaslı öyrənmədən. İndi bunların fərqini də izah eləyəcəm. Amma biri də var, dərsdə layihəni reallaşdırmaq. Bu nə deməkdir, müəllimlər? Dərsdə reallaşdırmaq o deməkdir. Baxın, dərslərdə layihənin reallaşdırılması deyir, şagirdlərdə bilik və bacarıqlar formalaşdırandan sonra onların tətbiqi üçün verilir. Layihə əsaslı öyrənmədə isə bilik və bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Buradan nə başa düşdünüz? Bax, bu da testlərə düşür və situativ şəkildə. Müəllimlər bu hissəni qarışdırır. Deməli, müəllimlər deyir ki, dərslərdə müxtəlif layihələri reallaşdıra bilərsən. Biri var dərsdə layihə reallaşdırasan, bir də var layihə əsaslı öyrənmə. Dərsdə reallaşdırmaq o demək ki, sən məsələn 1:45 dəqiqə ərzində hər hansısa bir məhsulu qoyursan ortaya. Yenə deyirəm, bu məhsul ümumi anlayışdır. İndi problem həll nə etsə də ortaya qoyulan bir məsələ, onunla bağlı dərsdə layihəni reallaşdırırsan. Amma layihə əsaslı öyrənmə bu daha geniş anlayışdır. Və digər bir fərqi nədir? Gördünüz, deyir ki, qoy bu hissəni götürək, bir də altından xətt çəkim. Dərslərdə layihənin reallaşdırılması şagirdlərdə bilik və bacarıqlar formalaşdırdıqdan sonra tətbiq üçün verilir. Məsələn, belə deyim, nəsə bir şey hazırlamaq lazımdır, düzdürmü? Müəllim birinci onunla bağlı belə deyək, ya özü edir, ya göstərir, izahını verir, ondan sonra tətbiq olunur. Şagirddə bununla bağlı bilik və bacarıq formalaşır, sonra onu tətbiq edirsən. Bu olur dərsdə layihənin reallaşdırılması, yəni əvvəlcə bilik bacarıq formalaşır sonra. Amma layihə əsaslı öyrənmədə deyir, bilik və bacarıqlar layihənin reallaşdırılması zamanı baş verir. Real həyata bir problem idi, qoyulub şagird gedir bunun bir məhsul ortaya çıxaracaq, bir nəticə qoyacaq ortaya, düzdürmü? Bunu əvvəlcə eləməyib. Bu mövzuda bununla bağlı yəni bir araşdırma, düzdür, indi az-çox təbii ki, indi deyəcəksiniz köhnə bilik bacarığına əlbəttə ki, əsaslanmalıdır. Bilməsək nə edə bilərik ki? Amma gedişatda bilik bacarıq daha da dərinləşir. Başa düşdükmü müəllimlər fərqini? Deyir, buna misal olaraq qeyd edə bilərik ki, biologiya dərsinə daxili orqanları öyrəndikdən sonra şagirdlərin daxili orqanlar sisteminin modelini hazırlanması layihədir. Amma bu proses, yəni belə deyim, BPL deyil. BPL nə idi? BP nədir? PBL daha doğrusu. PBL deyil. PBL bildikdə nə idi? Layihə əsaslı öyrənmə. Yəni deyir, biologiya dərsində müəllim daxili orqanları keçir, sonra şagirdlərin daxili orqanlar sisteminin modelini hazırlayır ki, sən filan orqanın hazırlanmasının layihəsini. Düzdürmü? Deyir ki, hazırlanması bu bir layihədir. Yəni bu, belə deyim də, dərsdə baş verən layihədir də, dərsdə reallaşan layihədir. Amma problem əsaslı, problem nə deyirəm, üzrsən, layihə əsaslı öyrənmə deyil. Bax, deyir, PBL deyil. Çünki niyə müəllim bu mövzunu izah elədi, başa saldı, nə bilim, lap göstərdi daxili orqanları, sonra tapşırığını verdi də. Məncə geniş izah verdim buna. Layihə əsaslı öyrənmənin nə kimi faydaları var? İndi bundan danışaq. Layihə əsaslı öyrənmə modelində şagirdlər sona gəlmişik. Bilirəm, mövzunun izahı genişdir, çünki həqiqətən də geniş mövzudur, ona görə məcburam bu şəkildə izah edirəm ki, sizə çatdıram. Amma düşünürəm ki, xırdalığa qədər izah verdim. Layihə əsaslı öyrənmə modelində şagirdlər mövcud bilik və bacarıqlardan istifadə etməklə yanaşı, proses boyu yeni bilik bacarıqlar öyrənir. Bəli, layihəni araşdıran zaman yeni bilik bacarıq. Bundan əlavə PBL şagirdlərdə 20-ci əsr bacarıqları, biz bunu bayaq demişik, tənqidi, yaradıcı təfəkkür, əməkdaşlıq, ünsiyyət, nə bilim, problemi həll etmək kimi bacarıqlar formalaşdırır. Əlavə olaraq bu model şagirdlərin öyrənməyə olan marağını artırır. Bloom taksonomiyasının sahələrinin mərhələlərini formalaşdırmaq imkanı verir. Yəni tətbiq, təhlil eləyəcək, dəyərləndirəcək təbii ki. Müasir dövrdə problemləri həll etmək üçün startaplar, layihələrə çox müraciət edilir, doğrudur. Layihə əsaslı öyrənmə şagirdləri gələcək həyata hazırlayır, onlara problemləri həll etmək, layihə üzərində işləmək metodikasını qazanır. İndi həqiqətən də bunlar tələb olunur. Sonra gəlir qiymətləndirmə. Deyir ki, qiymətləndirmə nədir? Müxtəlif meyarlara əsaslana bilər. Məsələn, tədqiqatın dərinliyi, təkliflərin effektivliyi, təqdimatın keyfiyyəti,
Fənn ilə mövcud problemin inteqrasiyası nə dərəcədə olub, bunlarla bağlı meyarlar nəzərə alına bilər. Göründüyü kimi layihə əsaslı dərs adi formada tədris olunan ta ki, coğrafiya dərsində əsaslı şəkildə, coğrafiya dərsində əsaslı şəkildə fərqlənir. Bəli, bir layihə ilə şagirdlərin hərtərəfli inkişafına təsir etmək olar. Tənqidi təfəkkürü araşdırma, təklif və təqdimatla çıxış etmə bacarıqlarını, iqlim dəyişikliyi kimi qlobal problemlərə qarşı fərqindəliyin yaranması inkişaf etdirmək mümkündür. Doğrudur. Layihə əsaslı öyrənməni bütün fənlərdə tətbiq etmək mümkündür. Sadəcə məsələlərə fənnin perspektivindən baxmaq və hansı problemi həll edəcəyimizi fikirləşmək lazımdır. Yəni, belə deyək də müəllimlər, buradan nə başa düşdük? Layihə əsaslı öyrənmə, bir də ki, dərsdə layihənin tətbiq edilməsi. Baxın, məsələn, belə bir şey deyək. Deyirik ki, hər hansı bir layihənin mövzusu belə olsun ki, bu onsa sizin öz kitabınızda da verilmişdi. İqlim dəyişikliklərindən bağlı ki, yəni iqlim dəyişikliklərinin Xəzər dənizində suyun səviyyəsinə nə dərəcə təsir edir, nə dərəcə mənfi təsirləri var. Bununla bağlı təkliflər layihələndirmək lazımdır. Demək, bax elə birinci sualı belə verim. Deyirik ki, iqlim dəyişikliyinin Xəzər dənizinin o suyunun səviyyəsinə təsiri, düzdürmü? Və hətta ki, deyirəm ki, hər hansı bir digər problem də qoymaq olur, ortaya problem deyil. Yəni, bir neçə versiya irəli sürmək olar. İndi mənə deyin görün, bax, bu irəli sürdüyüm bu problem sizcə dərsdə layihənin tətbiqi sayılır, yoxsa layihə əsaslı öyrənmədir? Hansı olar sizcə? Kim layihə əsaslı öyrənmə düşünürsə, afərin. İndi gəlin bir dənə fərqini izah edək. Bayaq dedik ki, biologiya dərsində müəllim daxili orqanları keçib, sonra bunlarla bağlı şagirdlərə tapşırığın verdi, düzdürmü? Ta ki, daxili orqanların slaydını hazırla gətir və ya da ki, şəklini çək və ya da ki, nə bilim, necəsə də bir tapşırıqlar verib. Deməli, müəllim əvvəlcə mövzunu keçdi, göstərdi, başa saldı, izah elədi sonra. Bu olur dərsdə layihənin tətbiqi. Amma baxın, iqlim dəyişikliyi ilə bağlı falan filan, bu artıq getdi hara, suyun səviyyəsinin mənfi təsiri. Burada müəllim əvvəlcədən o qədər də, yəni burada bir nəyisə bilik bacarıq formalaşdırmayıb. Verir tapşırığı, düzdürmü? Bilik bacarıq daha da dərinləşir bu gedişatda, araşdırma eləyən zaman. Deməli, bu olur artıq layihə əsaslı öyrənmə. Bax, bu nümunədən düşünürəm ki, bunun ikisini fərqləndirdik. Dərsdə layihənin tətbiqi, bir də layihə əsaslı öyrənmə. Bununla da bunu yekunlaşdıram. İndi keçirəm hara? Problem əsaslı öyrənmədən layihə əsaslı öyrənməni geniş şəkildə müqayisə eləməyə. Bayaq demişdim ki, problem əsaslını öyrənək, layihə əsaslını öyrənək, sonra keçək bunların fərqinə. Hamı yadda saxlasın. Layihə əsaslı öyrənmədə o, belə deyim də, ortalığa qoyulan problem, ümumiyyətlə hər ikisində həyatı problemdir, bunu bildik. Ondan sonra şagird mərkəzli olmalıdır, 21-ci əsr bacarıqlarını inkişaf elətdirib, bunlar öz yerində. Fərqləri nədir? Layihə əsaslı öyrənmə müəllimlər daha genişdir. Daha geniş bir mövzunu əhatə eləyir. Bax, bunu yadda saxlayın. Və ortaya bir məhsul qoymalıdır, bir təqdimat olunmalıdır. Bayaq da dedik ki, yəni orada artıq şagirdin bilik bacarıqları gedişatda daha da dərinləşir. Amma problem əsaslı öyrənmədə nədir müəllimlər? Hər hansısa bir mövzudur, yenə də real həyatı problemdir. Şagird orada informasiya toplayır, data toplayır, öz fikirlərini, fərziyyələrini irəli sürür, həll yolları təklif edir. Problemin həlli vacibdir və onu əsaslandırmalısan. Bu olur problem əsaslı öyrənmə. Bax, çox müəllim onları qarışdırır, amma bunu diqqətlə dinləsəniz, bu izahımızı gözəl başa düşəcəksiniz. Sonra keçirəm müəllimin rolu nədir? Layihə əsaslı öyrənmədə müəllimin rolu çox vacibdir. Niyə? Bir fasilitator kimi çıxış edir, öz dəstəyini hər zaman bildirir şagirdə, onun yanında olur, gedişatı izləyir, lazım olanda resurslarla da təmin edir. Bu prosesdə yaxından iştirak edir. Amma demək, o birisi, problem əsaslı öyrənmədə isə, yəni müəllimin o fasilitatorluq rolu bir addım geri də qala bilər. Çünki artıq şagird özü o problemi nə edəcək? Araşdıracaq, müəyyən həll yolları, yəni şagirdə müəyyən qədər, belə deyim də, sərbəstlik verilir. Amma layihə əsaslı öyrənmədə bu gedişatda müəllimin istiqaməti davamlı olmalıdır. Bunu da bildik. Ondan sonra nə? Layihə əsaslı öyrənmə daha geniş vaxt əhatə eləyir. Daha geniş. Məsələn, tutaq ki, bir həftədə ola bilər, bir neçə gün də ola bilər, bir neçə ay da ola bilər, yarım il də ola bilər, hətta bütöv bir ili də əhatə eləyə bilər. Və sonda da yenə deyirəm, dərin araşdırma olmalı ki, ortaya bir iş çıxarasan, bir layihə qoya biləsən. Amma problem əsaslı öyrənmə, bir neçə gün də ola bilər və ya da ki, bir neçə həftə ola bilər, belə. Müəyyən bir problemdir də, bunun üçün təkliflər irəli sürməsən, ortaya bir fikir irəli sürməsən, bir
belə deyim də, əsaslandırılaraq da təbii ki, bunun həll yolu üçün belə. Sonra qiymətləndirməyə qalanda dedik ki, nə? Layihə əsaslı öyrənmə nə baş verdi? Daha mürəkkəb, belə deyim də, qiymətləndirmə meyarı da orada biraz daha mürəkkəb olur. Amma problem əsaslı öyrənmədə həm biraz, məsələn, tutaq ki, necə problemin həlli prosesi deyirdi ki, tənqidi düşüncə, təklif edən həll yolunun keyfiyyəti, nə bilim, o digər meyarlara əsasən qiymətləndirilir, düzdürmü? Belə. Başqa nə? Sonra hər ikisində demək olar ki, fənlərarası fənüstü inteqrasiya reallaşmış olur. Bunu da yaddan saxlayaq. Sonra 4K bacarıqları inkişaf edir. Yəni kreativlik olsun, nə bilim, kommunikasiya, ünsiyyət dediyimiz, ondan sonra əməkdaşlıq, yəni kooperasiya və s. Yəni 21-ci əsr bacarıqları dedik inkişaf eləyir və sonra layihə əsaslı öyrənmədə nə dedik müəllimlər? Şagirdlər yəni nə edir? Mövzunu özü müəyyən edir. Yəni özü müəyyən etsə daha dolğundur, daha uyğundur. Çünki bunun üzərində bir neçə ay işləyəcək. Sizə belə bir sualım var. Sizə hər hansı bir istəmədiyiniz mövzu üzərində mövzu verilib, istəmədiyiniz bir mövzudur. Onun üzərində bir neçə ay işləyə bilərsiniz. Yox, sevmədiyim mövzu. Amma sevdiyin mövzu olanda həvəslə dərindən araşdıracaqsan. Düzdürmü? Amma problem əsaslı öyrənmədə problem o mövzu müəllim tərəfindən də qoyula bilər. Şagird özü də seçə bilər. Ondan sonra yeni bilik bacarıqlar daha da dərinləşir. Bunu da yadda saxlayaraq ki, layihə əsaslı öyrənmədə hər şey daha dərindən gedir. Belə müəllimlər, düşünürəm ki, geniş, xırdalığa qədər izah verdim. Yəni bu mövzunu gözəl şəkildə dinləyən inanmıram ki, daha qaranlıq bir məqam qalsın. Hər birinizə uğurlar. Mövzumuzun ardı ikinci video izahda olacaqdır. Sağ olun, sağlıqla qalın.